gün boksa təzə başlayanlar üçün bilməli olduğu 5 qaydadan danışacağıq. Birinci qayda odur ki, yuxu rejiminə mütləq riayət eləmək lazımdır. İdmançı gündəlik yuxu rejimini bilməlidir. İkincisi odur ki, qidalanma mütləq vacibdir. Bəzi vitaminlər qəbul olmalıdır, bəzi protein qəbulu olmalıdır. Yəni gündə bir dəfə qidalanmaqla biz düzgün məşq eləyə bilmərik. Üçüncüsü ondan ibarətdir ki, bəzi idmançılar gücü texnikadan daha üstün, daha önəmli sayır, amma boksda belə deyil. Texnika bizim əzələmizdən və gücümüzdən daha önəmlidir. Dördüncüsü odur ki, bəzi idmançılar biz görürük ki, isinməni vaxt itkisi sayır. Məşqə başlayanda isinmə mütləq vacibdir. Çünki isinməni eləməyimiz bizim qarşıda zədələrimizin olmağından qoruyur. Beşinci isə bu ən önəmli qaydadır mənə görə. Texnikanı da bilsək, qidalanmağı da, yuxu rejimimiz də düzgün olsa, hər şey yerli yerində olsa belə bizim disiplinimiz və davamiyyətimiz hər şeydən önəmlidir. Biz bir idmanı seçiriksə, o idman üzrə hər gün məşq buraxmadan, bəhanə eləmədən o məşqə davamiyyət göstərməliyik və disiplinlə bu yolda davam eləməliyik.